Salam mənim əzizlərim. Bugün günün növbəti əməliyyatını 45 yaşında qadın pasiyentimizə icra etdik. Bilirsiniz ki, bütün dünyada artıq non-invaziv, yəni minimal invaziv cərrahilər ön plandadır və biz mastektomiyadan, yəni süd vəzinin tamamən itirilməsindən yana deyilik bu səbəbdən dolayı. Maksimum çalışırıq ki, süd vəzlərini qoruyaq. Bir neçə istisnai durum var. Onlardan biri də bu pasiyentimiz maalesef ki, onun vəziyyəti ilə ayaqlaşır. Pasiyentimizdə süd vəzidə 3 ədəd törəmə var idi və müxtəlif kvadratlarda yerləşmişdi bu törəmələr. Bu səbəblə də biz süd vəzini maalesef ki, qoruya bilmədik. Pasiyent sadəcə bir törəməni hiss etmişdi və 6 aydır pasiyent bu törəmə ilə heç bir həkimə müraciət etməmişdi. Bizə müraciət etdiyində isə daha əlavə 2 törəmənin olduğunu aşkarladıq. Bu səbəblə də bütün süd vəzini götürməyi tövsiyə etdik pasiyentimizə. Buradan sizə də səslənmək istəyirəm ki, mənim əzizlərim, bu xəstəlik elə bir xəstəlik ki, yaşa baxmır. Bu xəstəlik ağrı vermir. 5% hallarda ağrı verə bilər, heç bir ağrı da vermir. Sadəcə ələ gələn bir kütlə, bir narahatçılıq, sinə gilənin içəri çəkilməsi, süd vəzinin rəng dəyişikliyi, süd vəzdə portağal qabığı görüntüsünün olması və s. kimi əlamətlər varlığında diqqətli olmanızda fayda var. Hər birinizə sağlıqlı günlər diləyirəm.